Axşamınız xeyir. Biz bu gündən etibarən Hər axşam sizinlə öz kitablarımızı paylaşacağıq. və bugünkü kitabımız yatmaq vaxtıdır. Başlayaq. Meşədə yatmaq vaxtıdır. Balaca parlaq ulduzu da tapmağı unutma. Anacan, mən döşəkağımı tapa bilmirəm. O olmayanda özümü narahat hiss edirəm və yata bilmirəm. Narahat olma, gəl birlikdə axtaraq. Yenot, sən nə edirsən? Yatmaq vaxtıdır. Mən pijamamı axtarıram. Onu geyməyəndə üşüyürəm, yata bilmirəm. Gəl birlikdə axtaraq. Burada kim var? Çay içən bir heyvan. Tak tak. Burada bir ağac dərəm var. Bəs burada necə? Budur, tapdı. Bayquş, sən nə edirsən? Yatmaq vaxtıdır. Mən yastığımı axtarıram. Yastığım olmayanda özümü çox narahat hiss edirəm. Yata bilmirəm. Gəl birlikdə axtaraq. Burada iki sərçə yuxulayır. Xorr. Burada bir gəlincik yat. Budur, tapdı. Çünki sən nə edirsən? Yatmaq vaxtıdır. Mən zəncili saatımı axtarıram. O olmasa səhər gec oyanıram. Ona görə də yata bilmirəm. Gəl birlikdə axtaraq. Baxaq görək burdadır bəlkə. Burada bir gəlincik var. Bəs bura dön. Balaca ulduz. Burada ola bilər. Budur, tapdı. Meşədəki bütün heyvanlar hara gedib? İndi meşəyə səssizlik çöküb. Bütün heyvanlar şirin yuxudadır. Bəs sən yatmağa hazırsan? Gecən xeyrə qalsın balaca. Sağ olun uşaqlar. Sizə yaxşı şirin yuxular arzu edirik.